Onda və indi layihəmizin bu bölümü 2017-ci ildə Çempionlar Liqasının play-offunda Kopenhageni mübarizədən uzaqlaşdıran və tarixdə ilk dəfə Çempionlar Liqasında qrup mərhələsinə çıxan Azərbaycan klubu Qarabağa həsr olunur. Başlayaq qapıcı İbrahim Şehiçdən. Hazırda 37 yaşı olan Bosniyalı qalkiper karyerasını Türkiyənin 1-ci liqa təmsilçisi Çorum Futbol Klubunda davam etdirir və bu mövsüm 15 oyunda meydanda olub. Kapitan Rəşad Sadıqov tək həmin ilin yox, Qarabağ tarixinin ən yaxşı futbolçularından biridir. 43 yaşlı futbol adamı hazırda Zirə klubunun baş məşqçisi kimi fəaliyyət göstərir. Sadıqov futbolçu dövründə olduğu kimi baş məşqçilikdə də parlaq karyera qura bilib. Yakub Rezničak 39 yaşı olmağına baxmayaraq hələ də futbol oynamağa davam edir. Polşalı futbolçu ölkəsinin həvəskar liqa komandalarından Mazur Radzumin də top qovur. Maksim Medvedev adı isə Qarabağla az qala sinonim ola bilər. Bir kluba həsr olunmuş karyeradan söhbət gedir. Hazırda 36 yaş olan Maksim futbolçu karyerasını bitirdikdən sonra Qarabağın aşağı yaş komandalarından əvəzedici komandasına qədər baş məşqçiliyə yüksəlib. Albaniyalı deyiləndə Sadiq Qarabağ azarkeşləri ilk olaraq Ansiagolli adını yada salır. 43 yaşlı keçmiş futbolçu hazırda ABŞ-də yaşayır və burada öz futbol akademiyasını qurub. Ağdamlıların heyətində xeyli Braziliyalı futbolçular olmasına baxmayaraq Richard Almeida adı çox güman əfsanələr siyahısındadır. 36 yaşlı sambaçı hazırda Braziliya A seriyasında çıxış edən Primavera'nın uğurları üçün çalışır. Yarım müdafiəçi olsa da geyindiyi 2 nömrəli forma ilə yaddaşlara həkk olan Qara Qarayev Qarabağın yüksəliş dövrünün canlı şahidlərindəndir. Şəhər atları tərk etdikdən sonra getdiyi komandalarda istədiyinə nail olmayan 33 yaşlı futbolçu AFFA-da məşqçiliyə başladı və hazırda 21 yaşa da yığmamızda analitik kimi fəaliyyət göstərir. Çempionatımızda 3 fərqli komanda ilə 4 ayrı mövsüm keçirən 36 yaşlı Sabiq Qarabağlı Donald Geriyə isə cari mövsüm Polşa 2-ci liqa komandalarından Hutnik Krakova transfer olunub və 10 oyunda 1 gol vurmağı bacarıb. 2017-ci il Çempionlar Liqası heyətindən qalan futbolçulardan biri 29 yaşlı Ramil Şeydayev Sabah, Neftçi də daxil olmaqla bir çox komandalarda forma geyinsə də bu mövsüm yenidən Qarabağa qayıtdı. Həmin heyətin gənc futbolçularından olan Mahir Emreli isə karyerasını Almaniyada, daha dəqiq desək, 2-ci Bundesliga klublarından Kaiserslautern'də davam etdirir. Qarabağ forması ilə Atletico Madrid səfərində vurduğu qolla unudulmazlar sırasına girən İspaniyalı yarım müdafiəçi Michel 40 yaşındadır və 2021-ci ildə karyerasını başa vurub. Qarabağın ilk dəfə Çempionlar Liqasına yollanmasında pay sahiblərindən biri olan Cənubi Afrikalı Dino Endolovi isə hazırda klubsuzdur. O son olaraq ölkəsinin Marumo klubunda forma geyinib. Ağdamlıların UEFA Çempionlar Liqasının qrup mərhələsində vurduğu ilk qolun müəllifi kimi tarixə adını yazdıran 35 yaşlı Pedro Henrique hazırda Braziliyanın Serie A klubunda çıxış edir. Elvin Yunusadə Qarabağın heyətində öz yerini bərkidə bilməsə də həmin komandanın bir parçası kimi tarixə düşüb. 33 yaşlı müdafiəçi Karvan Yevlaxın formasını geyinir. Əfran İsmailova gəlincə, hazırda 37 yaş olan sabiq futbolçu Araz Naxçıvanda köməkçi məşqçisi kimi çalışır. 2017-ci ildə ilk dəfə qitənin ən nüfuzlu klub turnirinə qatılan Qarabağda Rahid Əmirquliyev də forma geyinirdi. 36 yaşlı Rahid hazırda Şahdağ Qusarın həm futbolçusu, həm də prezidentidir. Coşqun Diniyev və Abbas Hüseynov da hazırda futbolçu karyeralarını davam etdirirlər. Hər ikisinin 30 yaşı var. Diniyev Araz Naxçıvanda, Abbas Hüseynov isə hələ də Qarabağın rənglərini geyinir və kapitan Bədavi Hüseynov 34 yaşlı futbolçu həmin illərdən bəri ara vermədən heyətdə çıxış edən yeganə futbolçudur. Bu mövsüm 9 oyuna 1 gol vurmağı bacaran təcrübəli müdafiəçi sezon sonu karyerasını bitirməyi düşünür.